Gəncədə icra hakimiyyətinin qarşısında baş vermiş hadisəndən törətmişəm. Yunisin etirazları səbəb olur ki, mənim asayişim aranır. Mən məsələn Azərbaycana qayıda bilmirəm. Mənim məsələn filan işim təhlükəyə düşür. Mənim üçün problemlər yaranır. Onda nə edirəm? Gəlirəm sənin qabağında dururam. Sən bu günləri bir dənə Allah üçün iş görməyə başlayacağın, əmin ol ki, sənin qabağında duranlar olacaq. Sənə etiraz edənlər olacaq. Bunlar neçə dəstəyə bölünəcək. Bəziləri Allah düşməni olacaq. Yəni zahirən bilirsən ki, bu düşməndir. Bəziləri dostlar olacaq. Gələcəklər sənə təzyiq göstərəcəklər. Bir dənə Allah işinə başlayın, buna əmin olun ki, bu şeylərin hamısı baş verəcək. Biz o anlarda nə cür rəftar eləməliyik? Bunu hardan bilək? Müraciət eləməliyik tarixə. Bəziləri imama etiraz edirdilər. İmama deyirdilər ki, sən nə istəyirsən? İstəyirsən ki, ümmət arasında ixtilaf salasan, ibadəti belə kimin səndən nə işi var? Bir otur namazını qıl, orucunu tut, işlərdən əl götür, əl çəkinən. Sən müsəlmanları qırğına verirsən, qan tökməyə səbəb olacaqsan. Bu cür sözlər deyən var idi İmam Hüseynə. İmam Hüseyn bu cür şəxslərə nə cür cavab verirdi? O ki, düşmənlər idi, aşkar düşmən idi, hökumət muzdurları idi, yaxud bir maraqları var idi. Onların marağı nə idi? Birbaşa lap böyük vəzifəsi də yox idi. Yəni Yezidin özü də öldü, Yezidin xas adamları da öldü. Sadəcə bir vəzifələri var idi. İstəmirdi o vəzifələr əldən çıxsın. İstəyirdi ki, elə sakitçilik olsun, İmam Hüseyn öz işi ilə məşğul olsun, Yezid öz hökumətin sürsün. Bu cür şəxsiyyətlər idi onların bəziləri. İmam Hüseyn onlara qatilانə cavab verirdi, şücaətlə cavab verirdi, ağır cavab verirdi. Deyirdi ki, siz özünüzsün, mən özümüzsün. Siz məndən bezarsınız, mən də sizdən bizaram. Sizin məndən xoşunuz gəlmir, mənim də sizdən xoşum gəlmir. Gedin siz nə bilirsiniz eləyin, mən də öz bildiyimi eləyəcəm. Bu cür şəxslərlə bu cür rəftar eləyirdi. Amma ikinci dəstə insanlar ki var idi, İmam Hüseyn əleyhissalamla müxalif idilər. Onlar düşmən deyildilər. Nə də zidd inqilab deyildilər. İmam Hüseyni də sevirdilər. Bir əddə inqilabçıydılar da. Yəni zahirən dost idilər. Sadəcə bunların müşkili nə idi? Bunlar rahat tələb insan idilər. Asayiş istəyirdilər. İstəmirdilər müharibə ola, istəmirdilər qan tökülə. Peki da indi oturmuşuq da öz həyatımızı qurmuşuq, bir cür yaşayaq da. Dedim axı bu hər zaman aktualdır. Bu gün məgər belə insanlar yoxdur. Sən bir dənə Allah üçün iş görməyə başla, düşmən ki öz yerində, o həmin dostlar gələcək sənə etirazlar eləyəcək. Birinci növbədə, əgər mən sən elədiyini eləyə bilmirəmsə, baxıram ki, məsələn, Yunis zalıma etiraz eləyir, şücaətlidir. Ona təzyiq edirlər, amma geri addım atmır. Mən bunu bacarmıram axı. Nə edirəm? Birinci növbədə sənə bu cür yüngül etirazlar edirəm ki, bu şeyləri eləməsən yaxşıdır. Bu şeylərdən əl götür. Nə eləmə? Birinci növbədə budur. Amma görürəm ki, yox, Yunisin etirazları səbəb olur ki, mənim asayişim aradan gedir. Mən məsələn Azərbaycana qayıda bilmirəm. Mənim məsələn filan işim təhlükəyə düşür. Mənim üçün problemlər yaranır. Onda nə edirəm? Gəlirəm sənin qabağında dururam. Düşmənə bir söz deyə bilmirəm. Problem yaşaram. Amma bilirəm sənin məndən işin olmayacaq. Sən mənə heç nə deməyəcəksən. Gəlirəm sənə ən ağır şəkildə etirazlar edirəm. Məgər filan kəsdən ağıllısan, filan kəs bilmirdi. Sənə nə olub? Sən nə düşmüsən qabağa? Eynən bu sözləri İmam Hüseynə deyirdilər. İmam Hüseynə də məsələn filan kəsi yox, qardaşını misal verirdilər. Sənin qardaşın İmam Həsən bilmirdi, sülh eləyirdi. Bu sözləri deyirdilər. Necə olur sənin atın Əli 3 sənə xəlifə ilə yola gedir, sən niyə yola gedə bilmirsən? Məgər buna bənzər sözlər demirdilər İmam Hüseynə, deyirdilər. Və bu sözlərin çoxunu dostlar deyirdi. Niyə görə? Çünki rahat tələb insan idi. İstəmirdi problem yaşasın.